4'ə diqqət edin. Deyir, tənliyin kökləri x1, x2'dir. x1 kiçikdir -1, kiçikdir x2, kiçikdir 2 olarsa m hansı aralıqda yerləşir? Baş əmsalımız 1'dir. Yəni qollar yuxarı yönəldiyi bizə məlumdur. Qollar yuxarı yönəldiyi bizə məlumdur. Bu y, bu x. Deyək ki, bax, x1 -1-dən kiçik olduğuna görə parabolamız fərz edək ki, belə bir paraboladır. Bura x1, bura -1, bura x2, burada deyək ki, 2'dir. Sağda 2'dir. 2 ən böyük, yəni verilib. Diqqət edin. X-in -1 qiymətində görürsünüz ki, funksiya necə qiymət alır? Mənfi qiymət alır. Yəni, f -1-in 0-dan kiçik olduğu bizə məlum. X-in 2 qiymətində görürük ki, funksiya gedir yuxarıdan qiymət alır. Onda f2-nin də müsbət olduğu bizə məlum olur. Və bu iki bərabərsizlik sistemi şəklində həll edəcəyik və cavabımızı alacağıq. İndi -1'i yerinə yazsaq, x-in yerinə -1 yazsaq 1, minus m, minus m minus 1, demək kiçik 0. Bunlar getdi. -2m kiçik 0, -2'ye bölsək, m böyükdür 0-dan. Bu birinci bərabərsizliyin həlli. İkinci bərabərsizliyi həll edək, f2 böyük 0 həll edək. Onda olacaq 4 plus 2m minus m minus 1 böyük 0. Buradan da m 4'dən 1 çıxdı 3 atdıqsa böyükdür -3'dən. Baxın, birində aldıq m böyükdür -3, birində nə aldıq? M böyükdür 0. Bunların kəsişməsi bizə nə verəcək? Bu iki həlli kəsişdirəndə cavab olacaq 0-dan müsbət sonsuzluğa. Bu da oldu bizim 4-cü sualımızın izahı. Son olaraq bir şey deyim və yekunlaşdırırıq. Diskriminantla bağlı bu tip suallar qarşımıza çıxarsa, diskriminant 0-dan, əlbəttə ki, burada qeyd edirəm, əgər qollar yuxarı yönəlibsə, yəni A-sı müsbətdirsə, kvadrat üsəldən danışıram, diskriminant mənfidirsə, əlbəttə ki, bax, qrafik belədir, bu şəkildədir. Onda bütün x-lar üçün, bütün A-lar üçün, bütün x-lər üçün yazaq, fx həmişə müsbətdir. Bu, hər kəsə məlumdur. x1, x2-nin ortasından, kənarlarından nə götürürsə, əlbəttə ki, funksiyanın qiyməti müsbətdir və ona görə misalımızı həll edirik. Yox, a kiçik 0, d mənfidirsə, yəni d kiçik 0-sə, həqiqi kökü yenə yoxdursa, əlbəttə ki, qollar aşağı yönəlir. Bu halda, üzr istəyirəm, qrafik belə olmayacaq. Bu halda qrafik olur x oxunun altında, yəni belə və bütün x-lər üçün, bütün a-lar üçün fx, indi burada fm yazaq, fm, burada da fm yazaq. Bütün m-lər üçün ədəd oxundan götürülmüş bütün x-in m qiymətləri üçün funksiyanın qiyməti nə olacaq? Mənfi olacaq. Yəni, adətən misallar elə yox, bu şəkildə, yəni həqiqi köklər üçün nəzərdə tutulur. Amma yenə də mən onu dedim sizə, qarşınıza çıxarsa onu da biləsiniz. Bugünkü dərsimiz bu qədər. Sağ olun, hələlik. Paylaşın, bəyənin, faydalanın və inşallah videolarımızın davamı gələcək. Sağ olun.